Allah Təbarək və Teala bu ayədə təbiətdə baş verən hadisəni önə çəkir, bizlərə xatırladır. Ümumiyyətlə, Qur'an-ı Kərim təbiətə etinasız deyil. Müxtəlif ayələrdə bizləri təbiətdə düşünməyə, ümumiyyətlə varlıq aləmində, yaradılış aləmində düşünməyə dəvət edir. Allah Təbarək və Teala mübarək Zömər surəsinin 21-ci ayəsində belə buyurur: yaşıl, göyərmiş, müxtəlif otlar, ağaclar, yarpaqlar nə olur? Xəzana tərəf gedir, xəzan olur, onların rəngi saralır. Quran buyurur ki, sən onları sarı görürsən. Baxın, indi yarpaqlara saralıbdır. ثُمَّ يَجْعَلُهُ هُتَامًا Allah Təbarək və Teala sonra onları, həmin o ağacları, ələfləri qurudur. İnnə fī zəlikə ləzikrə liulil əlbab Allah Təbarək və Teala bu ayədə buyurur ki, bu məsələdə ağıllı insanlar üçün təzəkkür var ki, Allahın qüdrətində, rəhmətində düşünürlər. Payız fəslin yaşayırıq. Allah 4 fəsil xəlq edibdir. Bahar, yay, payız və qış. Payız fəslin yaşayırıq. Hər fəslin özünə məxsus gözəllikləri var. İndi ki, biz payız fəslin yaşayırıq və ayə də işarə edir ki, təbiət yaşıllaşandan sonra, gözəlləşəndən sonra quruyur, yarpaqlar saralır və bunun özündə ağıllı insanlar üçün bir dərs var, ibrət var. Ümumiyyətlə, təbiət aləmi Allahın gözəl nişanələrindəndir. O nişanələrdən, ayələrdəndir ki, insana kömək eləyir yaradanı tapmaqda, tanımaqda. İnsan Allahı tanımaqda təbiət aləminə baxsa yetər. Bu qədər gözəl təbiət aləmi Allah xəlq edibdir. Təbiət özü yaranıbdır. Nəinki bəziləri təbiəti yaradan bilirlər. Şeirlər yazırlar ki, təbiət nə gözəl xəlq edib və s. Xeyr, təbiətin özü və təbiətdə baş verən bütün proseslər aləmlərin Rəbbi tərəfindən idarə olunur, yaradılır. İman əhli bu yarpaqların tökülməyin, saralmağın gördükdə qiyaməti xatırlayır. Ağaclar da insanlar kimi bəzən çox gözəl, nəhayət dərəcədə yaşıl olurlar. Bəzən də öz yarpaqları ilə vidalaşmalı olurlar. Amma bu vidalaşma son demək deyil. İkinci dəfə göyərmək prosesinə doğru gedir. Ağac ki, indi yarpaqların tökür, quruyur. Bir neçə aydan sonra baharda yenə də cana gələcək, təbiət diriləcək. Həmin o yarpaqları tökülmüş ağac yenə yarpaqlar gətirəcək. Ona görə Allah Təbarək və Teala mübarək Həcc surəsində buyurur: və tərəl arda hamidətən fəizə ənzəlnə əleyhəl məəttəzzət və ənbətət min kulli zəvcin bəhic. Təbiət aləmi öldükdən sonra dirilir. Allah Təbarək və Teala gözümüzün önündə hər il təbiəti öldürür, dirildir. Öldürür, dirildir ki, insanlar baxın, gözünüzün önündə ağaclar, bu təbiət aləmi ölür, dirilir. Siz də bir gün gələcək, öləcəksiniz və yenidən diriləcəksiniz. Payızda yarpaqlar tökülür. Amma bu yarpaqların tökülməsi o ağacların həyatının sonu demək deyil. Və bu yarpaqlar töküldükdə bizlərə deyir ki, bu dünyada nə varsa ötəridir.
nə gəlibsə getməlidir. Bir mənası da budur. Yarpaqların tökülməsi bizə xatırladır ki, bu dünya ötəridir. Bir gün gələn getməlidir. Allah bəndələri gərək bunu bilsinlər ki, payız fəsli təkcə yarpaqların tökülən fəsli deyil. Bu yarpaqlar ki, ağacdan tökülür, ağaclar, bu təbiət öz missiyasını yerinə yetirir. Gərək bizlərdən də nəsə tökülə. Ağaclardan yarpaqlar tökülür, gərək bizdən də qəflət tökülə. Payız fəsli bizi dəvət eləyir ki, özünüzə qayıdınız. Özünüzə vaxt ayırınız. Ömür necə keçir, fürsətlər əlinizdən necə keçir, artıq bu zaman, günlər bir daha qayıtmayacaq. Payız fəslində gərək biz bunu xatırladaq özümüzə, təfəkkür eləyək. Payız fəsli təfəkkür fəslidir, nəinki depressiya fəsli. Təəssüflər olsun ki, dünyada bir çoxları var ki, payız fəsli gələndə depressiya düşürlər. Dərmanlar istifadəsi çoxalır, dərmanların istifadəsinin sayı, belə deyək, o adamlar ki, depressiyanın əleyhinə dərmanlar qəbul edirlər, bu istifadə çoxalır. İçki qəbulunun istifadəsi çoxalır. Payız fəsli gələndə məxsusən bəzi şəhərlər var ki, orada artıq günəş çox az olur, olmur. İnsanların bir çoxları depressiya düşürlər. Qışda, payızda. İçkiyə üz gətirirlər, narkotikə üz gətirirlər, depressiyadan çıxarmaq üçün dərmanlara üz gətirirlər. Payız fəsli təfəkkür fəslidir, amma depressiya demək deyil, təfəkkür. Payızda hava soyuyur, gecələr uzanlayır, günlər qısalır, qəlblər aram olur. Bütün bu sadalanan məsələlər insan üçün əlverişli şərait yaradır düşünmək üçün. Payız fəslinin özünə məxsus sakitliyi var. Yay bu cürdür. Yayda hərəkət çox olur. Səsküy çox olur. Təbiət aləmində də səs çox olur. Quşlar və məsələn günəşin özü, başqa hərəkətlər. Yayda olan səs, hərəkət, günəş payızda olunur. Payız fəsli düşünmək üçün çox gözəl fürsətdir. Düşünməyin özü ki, ibadətdir. Ki, insan həyatında düşünə, hədəflərində düşünə, özü ilə Allah arasında düşünə ki, mən kiməm, necə yaşayıram, Allahla münasibətim necədir, ömrüm necə keçir, ibadət eləyə bilirəm, itaət eləyə bilirəm, Allaha qul olmuşam, şeytana, nəfsimə qul olmuşam, həyatım, günlərim, bu fəsillər, illər qəflətdə keçir, yoxsa mən nələrisə yaşaya bilirəm, bunlar haqqında düşünməlidir. Hansı cəbhədəyəm, kimin tərəfdarıyam, bütün məsələlərdə düşünmək üçün çox gözəl, əlverişli şərait yaranır payız fəslində. Görürsünüz, yayda isti, günəş, təhsil də nə olur? Tətil olur. Tədrislər də dayanır. Payız gəldikdə təhsil üçün, oxumaq üçün, yazmaq üçün, fikirləşmək üçün, yazıb yaratmaq üçün gözəl şərait yaranır. Payız bizə xatırladır ki, bəzən bəzi şeyləri buraxmalıyıq. Necə ki, ağaclar öz yarpaqlarını buraxırlar. Təbiət aləmi, ağaclar öz yarpaqlarını rahat buraxırlar, yüngülləşirlər. Payız fəsli bizi öyrədir ki, insanlar, sizlər də yüngülləşməlisiniz. Çox ağırlaşdırmışsınız özünüzü.
günahlarla, qəflətlə, kin-küdurətlə, həsadətlə, pis adətlərlə, dünya malı ilə, dünya bağlantısı ilə özümüzü çox yükləmişik. Bayis fəsli deyir ki, gərək bəzi məsələlərdən özünüzü yüngülləşdirəsiniz, hazırlaşasınız. Dilxorçuluqlar çoxdur, streslər çoxdur, həyəcanlar çoxdur, pis adətlər çoxdur. Payız fəslində gərək bu pis adətlərdən, necə ki ağaclar yarpaqları ilə vidalaşırlar, biz də gərək bu pis hərəkətlərdən, əməllərdən vidalaşaq. İbn Abbas deyir, mən Səlmanla bir ağacın altında əyləşmişdik. Səlman əleyhir-rəhmə qurumuş ağacın, budağın sirkələdi, tərpətdi, bütün yarpaqlar töküldü. Yarpaqlar da quruyub. Bəzən olur ki, bir hərəkət istəyir ki, o yarpaqlar tökülsün. Külək gəlir, tökür, ya məsələn, hansısa bir adam görürsən, toxunanda, budaqda olan o saralmış yarpaqlar tez tökülür. Tez tökülürlər. Deyir, Həzrət Səlman ağacın budağını sirkələdi, ağacda olan yarpaqlar töküldü. Və mənə buyurdu ki, heç soruşmursan ki, nə üçün bu cür etdim? O Səlman hikmət sahibi olubdur. Bəzi adam var ki, hədərə işlər görər. Bir çox adamlar var, bəzi deyəndə bir çox adamlar var ki, əməllərinin hikməti yoxdur. Bir iş görər, deyir, bunu nə üçün elədim də elə belə. O, hələ belə olmaz ki, insan hələ belə sadə, belə deyək, hissatdan bir iş görməz ki. İnsan gərək elə bir mərhələyə yetişə ki, hər bir işinin səbəbi olsun. Soruşanda ki, bu işi nə üçün etdin, bir səbəb gətirə bilsin. Səlman deyir ki, heç soruşmursan ki, budağın nə üçün tərpətdim, ağacın və yarpaqlar töküldü. İbn Abbas deyir ki, soruşdum. Yaxşı, nə üçün bu iş etdin? Səlman buyurdu ki, bir gün Allah Rəsulü ilə bu ağacın altında əyləşmişdik. Səlman gəlir, o ağacı görür, Peyğəmbər yadına düşür, Peyğəmbərlə bir gün ağacın altında əyləşmişdik. Bu xatirəni istəyir danışa. Bir gün Allah Rəsulü ilə bu ağacın altında əyləşmişdik. Həzrət mənim etdiyim işi etdi. Mübarək əli ilə ağacın, budağın tərpətdi və yarpaqlar töküldü. Və sonra mənə buyurdu ki, ey Səlman, heç soruşmursan ki, bu işi nə üçün etdim? Deyir, mən ərz elədim, ya Rəsulallah, səbəb nə idi? Nə üçün etdiniz bu işi? Həzrət buyurdu, əgər mömin düzgün dəstəmaz ala, gecə gündüz 5 namazın gözəl şəkildə qıla, onun günahları bu yarpaqlar kimi tökülər. Dəstəmaz alır, hər 5 namaz ki var, sübh namazı, zöhr, əsr, məğrib, şam namazını qılır. Hər kəs gündəlik namazların gözəl şəkildə qılarsa, onun günahları bu ağacın yarpaqları ki necə tökülür, onun da günahları tökülər. Qaləl İmamul Həsənul Muctəbə aleyhissalam və inna hubbena liyusaqituz zunubə min bəni Adəm kəma yusaqitur rihu əl-vərəqə minəş-şəcər. İkinci əməli ki, günahları yarpaqlar kimi tökər. Həzrət İmam Həsən Müctəbə aleyhissalam buyurur ki, biz Əhl-i Beytin sevgisidir. Həzrət bu həqiqətən biz Əhl-i Beytin məhəbbəti, sevgisi Adəm övladının günahlarını tökər. Necə ki, külək əsdikdə ağaclardan yarpaqları tökür. Başqa hədislərdə var ki, iki mömin əl verərlər, görüşərlər, qucaqlaşarlar bir-birini gördükdə. Nə qədər ki, əlləri bir-birlərinin əlindədir, əl veriblər bir-birlərinə görüşürlər, onların günahları xəzan yarpaqları kimi tökülər. Başqa hədislərdə var, istəmirəm bu cümədə onları işarə edəyəm, qiyamətin günündə də hədislər var ki, Sirat körpüsündən
cəhənnəmə insanlar xəzan yarpaqları kimi tökülər. Necə ki, baxız, yarpaqlar necə tökülür torpağa, saralıbdır. Hər külək əsəndə yüzlərlə yarpaq tökülür yerə. Payız fəsli gəlir, insan fəqət bu cür düşünə ki, bəli də təbiət aləmində dəyişiklik baş verir, hava soyuyur, məsələn, günəş zəifləyir. Xeyr, fəqət budur. Allah təbarək və Teala payız fəsli gəldikdə bizlərə bir çox şeylər öyrədir. Birinci məsələ budur ki, dünyada bütün şeylər müvəqqətidir. Bir gün bu yarpaqlar ki, indi saralıblar, tökülürlər, bir gün təzə idilər, yaşıl idilər. İndi bir-bir budaqlardan tökülürlər. Bu bizə öyrədir ki, siz də bu cürsüz. Bu yarpaqlar ki, bir-bir tökülürlər yerə, bizim də ömrümüzün günləri bir-bir gedir əlimizdən. Gərək ömrümüzün, günlərimizin qədrin bilək. Payız fəslində böyük dərslər var mənəviyyat əhli üçün. Hər yarpaq ki, ağacdan üzülür, yerə düşür, elə bil bizim ömür dəftərimizdən bir səhifə qırılır, yerə düşür. Və bizə xatırladır ki, dünya fəqət sadəcə bir dayanacaqdır, məqsəd deyil. Dünyada bir zaman dünyada dayanırsınız. İnsan yol gedəndə, görürsən, hər hansısa bir yerdə dayanır. İndi neçə saat dayanırsan, bir gecə dayanırsan, az çox dayanırsan. Qədimdə də bu cür olurdu. Karvan gedəndə karvansaralarda dayanarmış. Payız fəsli bizə xatırladır ki, dünya məqsəd deyil, dünya qalası bir yer deyil, dünya müvəqqəti bir dayanacaqdır. Allah rəhmət eləsin Nəsimiyə, buyurur ki, dünya duracaq yer deyil ey can, səfər eylə. Dünya duracaq yer deyil, səfər eləməlisən sən. Xutbəni İstəyirəm payız fəslində olan ibrətlərlə yekunlaşdıram. Payız fəslində bir çox ibrətlər, dərslər var. Birinci dərsi budur ki, dünya fanidir. Bu təbiət aləmi ki, saralır, yarpaqlar tökülür. Bu bizə öyrədir ki, dünya da bu cürdür, fanidir, həmişə qalan deyil. Dünyada nə varsa da bu cürdür. Nə cavanlıq həmişə qalır, nə gözəllik həmişə qalır, nə qüdrət həmişə qalır. Ona görə heç nəyindən məğrur olma. Cavanlığınla məğrur olma, gözəlliyinlə məğrur olma, sərvətinlə məğrur olma, əlində olan qüdrətinlə məğrur olma. Bütün bu məqam, vəzifə, hər şey ki dünyada var, hamı müvəqqətidir. İkinci məsələ budur ki, payız fəsli bizə ayrılmağı, yüngülləşməyi öyrədir. Necə ki, xutbənin bir hissəsində ərz elədim, ağaclar bunu bacarır və bizləri öyrədirlər, yarpaqların tökürlər, yüngülləşirlər və bu yüngülləşməyin vasitəsilə istəyirlər qarşıda gələn çətin qışa hazır olsunlar, dözə bilsinlər ki, qışdan sonra baharda dirilə bilsinlər. Biz də gərək ağırlanmış günahlar, o günahlar ki artıq ağırlaşıbdır bizlərdə. Yüklənmişük faydasız əməllərlə, qəlbimizi doldurmuşuq. Həzrət Rasulullah Şəbaniyə xutbəsində buyurur ki, sizin cinaqlarınız, belləriniz yüklənibdir günahlarla, yüngülləşdirir. Payız fəsli bizə bunu öyrədir. Qəlblərinizi kinələrdən, həsadətlərdən, narahatçılıqlardan, bədbinlikdən paçlayıyoruz. Üçüncü məsələ ki, payız fəslində bizə bunu öyrədir. Payız fəsli yenə, bunu təkrar edirəm ki, təfəkkür fəslidir. İnsan öz haqqında düşünə. Payız fəslində sakitçilik çox olur, aramlıq çox olur. Təbiət aram olur, sakitləşir və biz də gərək bu sakitçilikdən istifadə edib düşünək.
rəftarımıza, həyat tərzimizə nəzər salaq. Bu həyat tərzimiz düzgün həyat tərzidir. Getdiyimiz bu yol düzgün yoldur, ya yox. Getdiyimiz bu yol bizi Allaha çatdırır, yaxınlaşdırır, yoxsa uzaqlaşdırır. Bu barədə yerə düşünək. 5-ci məsələ ki, yenə də təkrarən burada ibrətdir, gərək təkrar edəm. Təbiət öldükdə biz də gərək ölümü xatırlayaq. Təbiət diriləndə gərək biz də qiyamət günündə dirilməyi xatırlayaq. Təbiət ölür, yarpaqlar quruyur. Quran buyurur ki, "İ'lemu ennemel hayatud dunya la'ibun və ləhv." Dünya həyatı da bu cürdür. Bir gün gələcək ki, hamı öləcək və bütün bu dünya məhv olacaq. Gərək axirətə hazır olaq. Sonuncu məsələ budur ki, payız fəslində ikinci dəfə başlamaq fürsəti var. Nə deməkdir o? Payız düzdür, təbiətin ölümün çatdırır. Təbiət saralır, yarpaqlar quruyur, ağaclardan düşürlər. Amma bu o deməkdir ki, bu ağaclar ikinci dəfə dirilməyəcək. İkinci dəfə başlaya bilməyəcəklər. Payız fəslində biz gərək bunu öyrənək ki, təbiət aləmindən, bu ağaclardan o səhvlər ki eləmişik, o yolu ki səhv gedmişik, hələ düzəltmək imkanımız var. Yenidən başlamaq fürsətlərimiz var. İkinci dəfə başlaya bilərik. Həmişə yarpaqlarda, həmişə ağaclarda təzə yarpaqlar göyərir. Elə deyil ki, bu yarpaqlar töküldü, artıq o ağaclar heç vaxt yarpaq gətirməyəcək. Təbiət aləmi, bu ağaclar bizlərə öyrədir ki, baxın bu ağaclara. Bunlar yarpaqların tökürlər, quruyurlar, amma zamanı gəldikdə yenə də ikinci dəfə göyərə bilirlər, başlaya bilirlər, səhvlərin belə deyə düzəldə bilirlər. İnsanlar da gərək bu payız fəslindən bu dərsləri ala ki, ikinci dəfə gözəl şəkildə həyata başlamaq dərsin, təbiət aləmindən, ağaclardan öyrənək. Həzrət Mövla buyurur ki, təvəqqəvul bərdə fi əvvəlik. Nəhcül Bəlağanın 128-ci hikmətli sözüdür. Çox təsirlidir. Həzrət Mövla bu hikmətli sözündə buyurur ki, soyğun əvvəlində, soyğun əvvəli haçandır? Payız vaxtı. Soyuq haçan başlayır payızda? Həzrət buyurur ki, təvəqqəvul bərdə fi əvvəli. Soyğun əvvəlində özünüzü soyuqdan qoruyuz. Və tələqqəvuhu fi axiri. Soyuğun axırında, soyuğun axırı açandır, bəharda. Ona qucaq açız. Qorxmuyuz soyuqdan. Nə üçün? فَإِنَّهُ يَفْعَلُ فِي الْأَبْدَانِ كَفِعْلِهِ فِي الْأَشْجَارِ. Çünki bu soyuq ağaclarla nə edirsə, sizin bədənlərinizlə də onu edir. Nə edir? Əvvəluhu yuhriqu və axiruhu yuriqu. Soyuğun əvvəli payız, ağaclarla nə edir? Onları yandırır, qurudur, axırı açandı soyuğun, bahar. Onlara can verir, onları güyərdir. Allahın verirəm öz izzət-i kərəminə bizləri təbiət aləmindən, Allahın yaratdığı bu əlamətlərdən, nişanələrdən ibrət alan bəndələrindən qərar versin. İnnə əhsənəl hədis və əbləğəl muvizən kitabullah əzzə və cəl. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna a'taynakəl kəvsər. Fəsalli li rabbikə və nəhər. İnnə şaniyəkə huvəl əbtar. Sadaqallahul əliyyul azim.